Salam əziz izləyicilər, o inkişafın əsas şərtlərindən biri kadr islahatıdır. Baxarsınız, bu inkişaf eləmiş ölkələrdə vaxt aşırı dəyişikliklər olur, vaxtlar olur. Rəhbər şəxslər öz vəzifəsini digər insanlara təhvil verir. Azərbaycanımızda ən böyük problemlərdən biri də bu kadr islahatlarının olmamağıdır. Bəzi hallarda görsən ki, 20-30 ildə eyni adam eyni yerdə işləyir. Bugün Naxçıvanımızda daha yeni bir kadr islahatı olubdur. Yuxarı rəhbərliyi ilə qənaətlənmək olmaz. Bu kadr islahatı təhsildə də olmalıdır, səhiyyədə də olmalıdır, rayon icra hakimiyyətində də olmalıdır, məsələn, Ordubadda olmalıdır. Səhiyyədə heç olmasa başa düşdük. Həkimlər çatmır, həkim potensialı aşağıdır. Heç olmasa medsestralarda dəyişikliklər eləyin. Çünki elə medsestralar var ki, bir xəstəxana rüşvətə boğubdur. Yəni istəsəz mən sizə bunun faktlarından deyə bilərəm. Təhsildə kadr islahatı olmalıdır. Hələ əvvəlkidən əvvəlki dövrdə, xanun dövründə olan kadrları ümumiyyətlə uzaqlaşdırmaq lazımdır. Çünki onların xarakteri əksəriyyətin formalaşmayıbdır. Əksəriyyəti yaltaqlandığına görə, yaxşı bədiyyələr dediyinə görə vəzifəyə gediblər. İş yaratmaz adamlardır. Bir də onlar qorxu ilə idarə olunan sistemlərdir. İndi artıq dövran dəyişibdir, qorxu qalıb bir kənarda. Yəni Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin aparat rəhbəri Ülvi Hüseynovun getməyi çox gözəl bir xəbər oldu. İnşallah layiqli, doğru, düzgün bir dənə kadr qoyarlar onun yerinə. Ceyhun müəllim öz komandasını yığar və Naxçıvanımız günü-gündən inkişaf eləyər. Təbii ki, xalq da bu mövzuda öz işini görməlidir. Amma hələ rəhbərlikdən başlayaq da. Sağ olun. İnşallah daha xoş xəbərlər eşidək. İnşallah bu xəbərlər Ordubad icrasından gəlsin. Təhsil Nazirliyindən gəlsin, səhiyyədən gəlsin inşallah o aşağı təbəqələrdən. Salamat olun.